Şəriətimizdə isə Peyğəmbər aleyhisselam və onun dünyaya gəlməsi haqqında ətraflı xəbər verilsə də, doğum tarifi haqqında dəqiq məlumatlar bildirilməyib. İsa Peyğəmbərin dünyaya gəlişi barəsində daha ətraflı Məryəm surəsinin 16-cı ayəsindən 36-cı ayəsinə və Ali İmran surəsinin 35-ci ayəsindən 63-cü ayəsinə qədər oxuyun. İsa Peyğəmbər nə asılmış, nə öldürülmüş, nə də vəfat etmişdir. Uca Allah buyurur, onlar hilə qurdular, Allah da hilə qurdu. Allah hilə quranların ən yaxşısıdır. O vaxt Allah dedi, ey İsa, mən sənin həyatına son qoyub özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. Ali İmran 54-55. Həqiqətən biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük. Dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsa'nın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyirlər. Əksinə, Allah onu özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, müdrikdir. Ən-Nisə 157-158. Qiyamətin 10 böyük əlamətindən biri də odur ki, İsa Peyğəmbər qiyamətdən əvvəl təkrar yer üzünə enəcək və Dəccalı öldürəcək. Həqiqətən, İsa'nın yer üzünə enməsi saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və mənə tabi olun. Budur, düz yol. Əz-Zuhruf 61. Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa Peyğəmbərin yerə enəcəyinə işarə olduğunu bildirmişlər. Abdullah ibn Abbas radiyallahu anhümə bu ayənin təfsiri barəsində belə rəvayət edir. Burada qiyamətdən öncə İsa'nın enməsi nəzərdə tutulur. İmam Əhməd, Musnəd əsəri 1318. İsa Peyğəmbərin Allahın ona salamı olsun yer üzünə enməsi barədə bir çox səhih hədislər varid olmuşdur. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini rəvayət edir. Canım əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu isə aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır. Əl-Buxari 2222, Muslim 155. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, sizlər 10 əlaməti görmədikcə heç bir zaman qiyamət qopmaz. Onlardan biri də İsa Peyğəmbərin yenidən yer üzünə enməsidir. Muslim, Kitab-ül Fitən 39.